İnnel hamdalillah ve salatu ve selamu ala Resulillah ve sahbihi ecmaîn amma ba'd. Əl-Əlfiyyə kitabının 11-ci beytindəyik. Aləmatul fi'l. Fiilin əlamətləri. Düzdür, bəzi mətbələrdə bu aləmatul fi'l yazılmayıb, birbaşa yəni beyt gəlir. Deməli, beytdə belə deyir ki, bitə fəalti və ətət və ya if'ali və nuni aqbilənə fi'lun yəncəli. Deyir, tə ilə hansı ki fəaltədə, yəni fəalti, fəaltu, fəaltə. Fəaltənin təsi ilə və ətət sözünün təsi ilə, bir də if'ali sözünün yəsi ilə və nun əqbilənə sözünün nunu ilə feil yəncəli artıq nədir? Seçilir, bilinir. Yəni feil nə ilə seçilir, bilinir və bunlar ilə. Şeirin mənası budur. Yəni hər bir halda bu mübtədadır və bunlar mütəalliqdir. Bir də bu da xəbərdir. Şeirlərdə qardaşlar belə bir şey olur. Yəni görsən ki, yəni müəyyən qaydalar olmadan məf'ulun önə keçməsi, xəbərin önə keçməsi, hansı ki, düzdür, xəbər önə keçə bilər, amma müəyyən qaydalar var. Amma bir də görsən ki, o şeirlərdə heç o qaydaya riayət olunmadan xəbər önə keçir, məf'ul önə keçir. O da ki, yəni şeirlərdə yəni caiz görürlər. Thumma zəkərəl musannif, yəni İbn Məlik, bunun sözü deyəndə İbn Aqildir rahmehullah. Ennel fi'lə yemtazu anil ismi vel harfi bitta'i fa'alta. Yani bura aydındır. Vel murad biha ta'ul fa'il. Yani burada biha ha qaydır. Yani bu ta'ya. Yani burada deyir ta'da qəsd failin ta'sidir. Vel hiye madmumatun lil mutakallim. Yani birinci şəxs üçün damməli olur. Misal üçün fa'altu kimi. المفتوحة للمخاطب نحو تباركت والمكسورة للمخاطبة نحو فعلتي. يمتاز أيضا بالتاء أتت تفصيلا والمراد بها يعني هاي قاعدة تاء تأنيث الساكنة نحو نعمة وبئست فاحترزنا بالساكنة عن اللاهقة للأسماء. Yəni biz sukunlu tə deməklə isimlərə qoşulan nədir? Tələri nədir? Buradan istisna etdik. Və innəhə niyə? Fə innəhə təkunu mutaharrika bi hərəkətil i'rab. Yəni isimə qoşulanlar, qoşulan tələr hərəkəli olur. Yəni i'rab hərəkəsi. Nəhu həzihi muslimətun və rəaytu muslimətən və marartu bi muslimətin kimi. Və min əlləhiqəti lil hərf. Həmçinin də hərfə qoşulan tələri istisna etmiş olur. Nəhu lətə və rubbət. Rubbət yəni rubbənin özüdür. Və thummət. Thummət də yəni thummənin özüdür. Və əmmə təskinuhə məə rubbə və thummə qalil. Amma bəzən bu thummətə, rubbətə, yəni rubbət, thummət kimi gəlir sadəcə nadir hallarda. Və yəmtəzu aydan biyə ifhali. İfhalinin yəsi ilə seçilir. Vəl murad bihə, yəni hə qaydır bu yəyə. Yəul fəilə. Faal yəsi yəni. Və təlhəqu fiiləl əmr. Nəhu. İdribi. Yəni qadına deyirsən də. Vəl fiilə mudari. Nəhu. Tadribinə. ولا تلحق الماضية. نعم. وإنما قال المصنف يا ifhali ولم يقل يا الضمير. Yani o cürdə deyə bilərdi də. Çünki burada tadribinin içindəki bu ya nədir? Və yaxud da ki idribinin içindəki ya nədir? Əntədə, yəni damirdir. Sadəcə damir muttasildir. لأن هذه تدخل فيها المتكلم. Çünki belə desə, yəni ya damir desə, tədxulu fiyhə bunun içinə daxil olacaq nə? Ya mütəkəllim
وهي لا تختص بالفعل بل تكون فيه نحو أكرمني. Yani tekunu fihi fi ha gaydır fiile. Yani deyir ki fiile xas olmur. Əksinə deyir. Fiildə də ola bilir. Bəl tekunu fihi misal üçün əkraməni. Hə? Və fil ism. İsimdə də ola bilir. Nəhv gulami. Və fil harf. Hərfdə də ola bilir. Nəhv inni. Bi xilafiyyə if'ali. Yəni bunu əksi olaraq. فإن المراد بها هي فاعلة على ما تقدم وهي لا تكون إلا في الفعل. Yani bu fail yəsi ve hiye qaydır bura. Yalnız ne de olur? Fiilde olur. ومما يميز الفعل nun أقبلن. أقبلن nun ile seslebilir. والمراد بها nun tevkid. Hafifeten kânet ev thâgileten. Farkı yok. Hafif yani sukunlu nun olsun veyahut da şeddeli olsun. Vel hafife nahvu kavlihi teala la nesfe'an bin nasiye. Burada kardeşler aslında ayından sonra bu nundur. Bu nundur. Yani bunu siz tenvin kimi başa düşmeyin. Bu fiilin özüdür. Sadece bu qiraətə görə, vakfa görə bu cür yazılış kimi yani bu belə yazılıb. Ve thaqile bakın burada sukunlu da yani hafif. Ve thaqile nahvu kavlihi teala lenuhricenne. Bak budur. Ya Şuayb. Femanel beyt umumen beyti manası neymiş? Yencelil fi'lu bitta'il fa'ili ve ta'il ta'nis sakineti ve ya'il fa'ileti ve nunit tevkid. Bu da sıxımda bakabilirsiniz. Sonra İbn Məlik rahimehullah 12-ci 13-cü beytlər gətirir. Bəzi mətbəədə ümumiyyətlə bu rəqəmlər də yoxdur. Hətta bu adlarda dedik ki, yoxdur. 12-ci 13-cü beytdə əl-harf və aqsamul əf'al. Hərf və feillərin növləri keçir. Deməli deyir ki, sivahumə, yəni humə hara qayıdır? İsm və feilə. Yəni isim və feildən xaric nə var imiş? Əl-harfu kəhəl və fi və ləm. Həl, fi, ləm kimi hərflər də var. Hərflər də yəni bu cür. Sonra keçirinə fi'lun mudari'un yəli ləm kəyyəşəm. Mudari feili də yəni yəli yəni yəqa'u yəni olur, yəni feildən əvvəl tutaq ki, nə olur? Ləm. Kə yəşəm. Ləm yəşəm yəni. Ləm şəmmə yəşimmi iynəmək deməkdir. Yəni yaşamdan sonra, yaşamdan öndə, yəni ləm gətirə bilərsən və ya da ləmdən sonra yaşam gətirirsən. Bu ləm sayəsində bilirsən ki, bu mudari feiliymiş. Və madiyə əl-əfhəli bittə miz. Və burada məfulun bihi önə keçib. Deyir ki, seç feil madini nə ilə? Bittə ilə. Tə ilə. Madiyə əl-əfhəli bittə miz. Və sim, yəni onu əlamətlendir. Nə ilə? Bin nun. Nun ilə əlamətlendir. Nəyi? Fi'ləl əmr. Əmr feilini. İn əmrun fuhim. Əgər əmr başa düşülürsə, yəni canında onun tərkibində əmr başa düşülürsə, feil əmri də seç, əlamətlendir. Nə ilə? Nun ilə. Yəni bu feil əmrinə, yəni bu nun əmr feilinin əlamətidir. Amma bir şərtlə ki, o feilin içində əmr, tələb məhfum olsun, tələb başa düşülsün. Nə deməkdir o? İndi inşallah İbn Aqil rahmanullah izah edəcək. Yuşiru ilə ennel harf yemtazu anil ism vel fiili bi xuluvihi an alametil əsmə və alametil əfhal. Nə ilə seçilir şeydən, isim və feildən? Xuluf, yəni olmaması ilə. İsim və feilin əlamətlər olmaması ilə.
Thumma məsələ həl və fi və ləm. 3 hərf qeyd etdi. Yəni zaten birini də qeyd edə bilərdi, amma niyə 3-ünü qeyd etdi? Munəbbihən bildirmək üçün nəyi? Alə ennel hərf yanqasimu ilə qismeyn muxtas və qeyri-muxtas. Fəəşarə bihəl, bu həl hakim mötərizədə yazaq. Həl ilə nəyə işarə elədi? İlə qeyri-muxtas. Yəni həm ismə, həm feilə qoşulur. Və huvəl-ləzi yədxulu aləl-əsmə vəl-əfəl. Nəhvə həl zeydun qaimun, həl qamə zeydun. Yəni hər ikisinə qoşuldu. Və əşarə bi fi və ləm ilə muxtas. Niyə? Və huvə qismən. Muxtas bil-əsmə kəfi, nəhvə zeydun fiddər və muxtas bil-əfəl kə ləm. Nəhvə ləm yəqum zeyd. Ümumiyyətlə, belə bir şey var ki, əgər hərf muxtasıdsa, əgər muxtasdırsa, bu zaman amil olur. Yəni, əməl edə bilir. Amma qeyri-muxtasdırsa, misal üçün, həl kimi, vav kimi, thumma kimi, yəni bir amil təsir edici qüvvəsi yoxdur. Amil kimi rol oynaya bilmir. Amma istisnadır o hərflər ki, muxtasdır, amma amil deyil. Misal üçün, əlifləm. Əlifləm muxtas nəyə? İsmə ki, sin, səvfə, sırf müdariyə, yəni feilə xasdır, amma nəsə bir amil kimi, yəni funksiyası yoxdur. Yəni bu cür də var. Yəni kənara çıxmalardır. Yaxşı, bizim kitabda, çapda belə bir sxem var. ثم شرع في تبيين أن الفعل ينقسم إلى الماضي والمضارع وأمر. فجعل علامة المضارع صحة دخول اللام عليه. Və şeyx yəni bunları qismləri bölərək və mudarinin əlamətini necə hesab elədi, necə etdi ki, əgər ləm, yəni o mudari feilinə qoşulması uyğun olarsa. Kəqovlihi fi yəşəmmu ləm yəşəmmə kimi misalda gətirdi. Fi yadribdəki kimi ləm yadrib. Və ileyhi əşarə bi qovlihi fi'l mudari yələləm kə yəşəm. Yəni bu beyt zikr edərdi. Thumma əşarə ilə mə yuməyyizul fi'ləl madi bi qovlihi və madiyəl əfəli bittəy miz. Yəni bu bəndlə, beytlə madi feilinin seçilməsinə işarə elədi. Ey meyyiz madiyəl əfəl bittəy vəl murad bihə tə'əl fail və tə'u tə'nis səkinə və kullu minhumə la yədxulu illə aləl madil lafz. Nəhu təbərəkdə yə zəlcələl vəl ikram və ni'mət mər'atu, bu əslində ni'mətdir, və bi'sət əl-mər'atu da'dun. Deməli, da'd burada qadın adı. Burada niyə qardaşlar ni'mə bi'səni gətirir misal olaraq? Çünki ni'mə ilə bi'sən üstündə ixtilaf var. Bəziləri ona isim deyir. Buradakı sukuna görə, həmçinin də məna baxımına. Misal üçün, baxım mənasına Hind necə də yaxşı qadındır. Yəni, yaxşı oldu qadın o Hind. Yəni, yaxşı oldu kimi başa düşülmür. Ona görə bunun üstündə ixtilaf var ki, isimdir yoxsa feil. Amma tə səkinə qoşulmağı ilə cümhur alimlər deyib ki, bu yəni feildir. Ona görə bu ni'mə ilə bir səni gətirir. ثم ذكر في بقية البيت أن العلامة في الأمر necə olacaq? Qabulü nun tevkid. Bununla və dəlalətül əmr və əmrə dəlalət eləsin. Bir siğətihi öz formasında necə? İdribənə və uxrucənə. Niyə belə dedi? Çünki bəzi ola bilər ki,
yəni mudari feildə nun qəbul eləyir, yəni əmr mənasında deyil. Bəzən də ola bilər ki, əmr mənasında da nun qəbul etmir. Misal üçün ismi feillər, yəni sahin kimi. İnşallah ki, indi toxunar. فإن دلت الكلمة كلمة على أمر ولم تقبل نون التوكيد فهي اسم فعل dediğimiz gibi. Yani emre delalet edir ama nun kabul etmir. Ve ila zâlike eşâre bi kavlihi. Ona göre de yani bu meseleye bu beytle işare edip 14. beyt vel emru in lem yeku lin nun mehal fihi huve ismun nehvu sah ve hayyehel. Ecel deyir emirdir ama nun üçün məhəl bir şərait yoxdur. Bir macal yoxdur. Fihi orada. Huva onda bu zaman ne olacak o? İsmun. Yani ism feil olacak. Misal üçün sah və həyyəhəl. Sah yəni sus və yaxud da ki həyyəhəl yəni tez ol, qəbul elə bu mənada kimi ismu feil olacaq. Yəni əmr feili deyil. Fəsah və həyyəhəl. Fəsah və həyyəhəl. Baxın, əmr feilinin mənasını daşıyır, amma isimdir. İsməni və in dəllə aləl əmr. Baxmayaraq ki, əmrə dəlalət edir. Niyə? Yəni isimdir. Li'adəmə qabulihə nunət təvkid. Çünki alimlər baxıblar ki, bu araşdırıb görürlər ki, bu tövkid nununu qəbul etmir. Fələ təqul deyə bilmərsən belə ki, sahannə və lə həyyəhələnnə və in kənət sah bimənə uskut və həyyəhəl bimənə əqbil. Baxmayaraq ki, bu sah uskut mənasındadır, həyyəhəl də əqbil mənasındadır. Vəl fəriqu beynəhumə, yəni əmr və bu ism feilin arasındakı fərq qabulun tövkid və adamuhu. Yəni tövkid nununu qəbul eləməsi və eləməməsi məsələsində həqiqi əmr feili ilə bu ism feillərin hansı ki əmr feilinə oxşar məna cəhətdən arasındakı fərq tövkid nununun qəbul etməsi və adamuhu və etməməsindədir. Nəhu uskutənnə və aqbilənnə. Və la yecuzu zəlik fi sah və həyyəhəl. De bunlar icazəli deyil. Subhanəkallahumma bihamdik. Əşhədu en la ilahe illa ente estağfiruke ve etûbü ileyk.